Pişəvərinin kütlərə, Qəşqailərə olan bərxurdi münasibəti idi. Mən yəqin bilirdim ki, onun lap Fars qardaşı, sadə, mütərəqqi Fars qardaşlarımızdan münasibəti belə idi. Ərz edeyim, ərəblərə, buruşlara, girəklərə münasibəti belə idi. Nehzət-i Cəngəldə Mirzə Xurçixan ilə ən yaxın dost idi bu adam. Mirzə Xurçixanın zamanında təşkil tapmış dövlətin daxili vəziri Pişəvəri idi. Düzdür, hökumət təşkil tapması dağılıcı idi. Bəli, bu idi daxili vəziri. İndi bu sözü deməkdən məqsədim bu idi ki, Pişəvəri İran, bütün İran millətlərinin hamısını qardaş kimi sevir, onlarla Azərbaycan xalqının birliyi, qardaşlığını təqib edirdi və bu fikirdeydi ki, nehzət, hərəkət olduqda gərək bunların hamısı biri-biriyle ələ versinlər, ta ki, bunların nehzət zamanı irtica, şovinizmi bu millətlərdən istifadə edib bunları bir-birinin canına salmasın. Və mənim fikrimcə Pişəvəri çox düzgün düşünürdü. İndi mən yəqin bilirəm ki, belə fərz eləyək, əgər sinəni ki, biz burada ya İranda fərz eləyək, əgər eləyəbilsək, Kürd qardaşlarımızla, Daruşlarla, ərəblərlə, girəklərlə, tüymənlərlə yaxın olsaq, qardaş olsaq, bu bizim gələcəkdəki işlərimizin müvəffəqiyyətinə ən böyük zaminlərdən birisidir. Bu, ümumiyyətlə bizim firqənin Kürdlərə və başqa İran millətləri olan bərxurdi və əlaqəsi idi. İndi bilmirəm, mənim dediyim sizi qane elədi ya yox? Yox, çox gözəl. Aya Pişəvəri istəyirdi, Azərbaycanın İrandan ayırsın, nəyin görə birləşdirsinlər? Burada İrandan ayırsın, müstəqil eləsin. Yox, bu belə düşünmürdü. Əvvəlsdə Kürdlərlə əlaqədar dedim ki, bu adam belə düşünürdü ki, İran xalqlarının hamısı, hər hansı millət ki vardı, bunlarla laf əvvəldən qardaşlıq əlaqəsi yaratsın, bunların hamısı birləşsin, bunlara ayağa qalsınlar, hər birisi öz haqqını alsın, şovinizmi İranda silsinlər, aradan aparsınlar və bu millətlərin hər birisi öz yerində, öz torpaqlarında, öz milli varlığını saxlayıb və milli hökumətini yaratsın. Nəticədə bir dənə federativ İran meydana gəlsin. Pişəvəri hətta bu fikirdeydi ki, zaman bunu icab eləmir ki, kiçik millətlər meydana, hökumətlər meydana gəlsin, ta Amerika və Avropa kapitalistləri onlara ham milli uçsunlar. Bu günləri təqribən 150 il sonra o qərbi Avropa məmləkətləri budur, Alman filan, siz məndən yaxşı bilirsiniz. Bunlar gətiriblər, hər birisi öz milli xüsusiyyətlərini saxlamaqla, onlarda iqtisadi cəhətdən sərhədlərini də siliblər. Niyə? Çünki camiənin tərəqqisi bunu tələb edir. İqtisadi nöqteyi nəzərdən, sərməyə uzarlı nöqteyi nəzərdən bu tələb olunur. Görürsən, birində bir şey var, öbürsünə yoxdur. Bunlar verib almalıdırlar. Sərhədləri götürürlər, onun nəticəsində bu hökumətlərin hamısı öz milli hüquqlarını saxlamaq şərti ilə iqtisadi cəhətdən vahid bir iqtisad düzəldirlər. Pişəvərinin fikri İranda belə bir hökuməti, belə bir federativ hökuməti yaratmaqdır. Yəni, İranda şovinizmi bir növ silmək nəticəsində İranda demokratik bir ictimai vəziyyət yaratmaq. Demokratik ictimai vəziyyət yaranmış olsa, orada İranda federativ hökumət yaratmaq çox rahat olar. Hətta mən bu fikirdəyəm ki, əgər demokratik bir hökumət olsa və belə elan olunmuş olsa ki, hər bir İran milləti eləyə bilər ki, azad şəkildə olsun, laf müstəqildə olsun, ayrıla da bilər. Əgər belə bir haqqı versələr də, mən bu fikirdəyəm ki, bugünkü şəraitdə nəinki İran millətləri buradan ayrılmazdır. Sizə qol verirəm ki, Kürdlər də bura birləşər, Buruşlar da bura birləşər.